Sabahınız xeyir, efirdə daha doğrusu talk showsudur. Bugünkü mövzumuz Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlıdır. Qonaqlarımız deputatlardır. Başlayaq Qonaq bəy sizdən. Siz bugün parlamentin səlahiyyətlərindən nə dərəcədə razısınız? Yəni, kifayət qədər səlahiyyətiniz varmı? Mən hesab edirəm ki, bu iki məsələni özündə ehtiva edir. Bir-birinə bağlı məsələlərdir. Bu, biri deputatların hüquq və səlahiyyətidir. İkincisi, bütövlükdə deputatların cəmi olaraq, demək, qanunverici orqanın, yəni parlamentin, Milli Məclisin səlahiyyəti məsələsidir. Hesab edirəm ki, hər iki məsələnin hər iki halında Azərbaycan həm qanunvericilik baxımından, həm də konkret hətta mövzudan qanunların icra olunması baxımından olduqca vəziyyət bərbad halda antidemokratik bir vəziyyətdir və bunun mən bir neçə konkret əyani bir nümunəsini gətirim ki, bununla da razılaşaq. Məsələn, deyək ki, mənim deputat kimi vəzifəm, borcum ondan ibarətdir ki, mən seçicilərimin hüquq və demək, hüquqlarını, azadlıqlarını müdafiə edim. Məsələn, deyək ki, hər hansı bir rayonda, hansısa bir siyasi partiyaya deyək ki, qərargah verilmirsə, mən onlar üçün qərargah alınmasında kömək edeyim. Lakin Milli Məclisin özünün qəbul edildiyi qərar var. Milli Məclisin sədrinin və aparatının yerli icra hakimiyyəti orqanlarına göndərdiyi demək, məktublar var. O cümlədən Azərbaycan Respublikası deputat statüsü haqqındakı qanunun müvafiq maddəsi var ki, yerlərdə deputat üçün, seçicilərlə görüş üçün telefonla təchiz olunmuş otaq ayrılmalıdır. Sonra isə hətta onların köməkçiləri üçün də iş otaqlarının ayrılması haqqında demək, qərar qəbul olunubdur. Nəinki mən seçicilərimizin hüquq və səlahiyyətlərini, hətta Azərbaycan Respublikasının qanununda konkret olaraq deputatın birbaşa statusu ilə bağlı olan məsələni, yəni onlara hətta otaq ayrılması məsələsində bu Milli Məclis həll edə bilmir və Milli Məclisin sədri də, onun aparatı da və ayrı-ayrılıqda deputatlar da hər hansı bir, deyək ki, rayon səviyyəsində rayon icra hakimiyyətinin nəinki başçısı, hətta adicə bir mənzil kommunal idarəsi qarşısında aciz bir vəziyyətdir. Təsəvvür edin ki, belə bir deputatın hansı səlahiyyəti ola bilər? Qanunda yazılıb ki, Milli Məclisin demək, deputatı hər hansı icra hakimiyyətinin deməli, icra hakimiyyətinin dərhal qəbul edilməlidir, o xahiş etdikdə. Nəinki dərhal qəbul edilir? Məsələn, mənim də adını çəkmirəm, bizim hörmətli deputatlarımızdan biri mənim otaq yoldaşım var, yaşlı bir adamdır. Mən görürəm ki, məsələn, o hətta onun telefonlarına belə, nəinki deyək ki, müvafiq icra hakimiyyəti orqanlarının özləri, hətta bir çox hallarda onların köməkçiləri belə cavab verməkdən imtina edirlər. Qaldı Milli Məclisin özünün səlahiyyətləri məsələsi. Yeri gəlmişkən, bu çox ciddi bir məsələdir və o qədər ciddi məsələdir ki, Azərbaycan barədə, Azərbaycanda da Azərbaycanın bağlı olduğu, müqavilə öhdəlikləri ilə bağlı olduğu beynəlxalq təşkilatların rəsmi tövsiyələri vardır. O tövsiyələrin Avropa Şurasının, ATƏT-in, o tövsiyələrdə ən mühüm həmişə bəndlərdən biri, məsələn, mən bilirəm, 4 qərarda bu özünü əksini tapıbdır. Ən mühüm məsələlərdən biri Milli Məclisin səlahiyyətlərinin genişləndirilməsidir. Qanunverici orqanın səlahiyyətlərinin genişləndirilməsidir. Çünki mövcud konstitusiyada və əlavə olunmuş ona konstitusiya haqqındakı qanunlarda çox yayğın, qeyri-müəyyən əvvəla hüquq və səlahiyyətləri öz əksini tapıbdır. İkincisi isə ən mühüm məsələlər barədə isə ümumiyyətlə hakimiyyətlər bölgüsündən irəli gələn hüquqları və səlahiyyətlərə malik deyildir. Məsələn, Azərbaycan hətta diqqət edin, hətta bizim yenə bir əyani misal gətirim, konstitusiyaya görə baş nazir bilirsiniz ki, təqdimatını prezident verir və onun təsdiqi isə Milli Məclisdə olmalıdır, parlamentdə olmalıdır. Milli Məclis 2 dəfə həmin təqdim olunan namizədi demək, təsdiq eləməyiblər. Üçüncü dəfə bilirsinizmi bunun nəticəsində olur? Həmin namizəd artıq avtomatik olaraq Milli Məclisə təqdimata göndərilmədən demək, baş nazir olur. Azərbaycanda demokratlaşmanın ən mühüm resurslarından biri, birincisi mənim fikrimcə və bir çoxlarının fikrincə, bu Milli Məclisin hüquq və səlahiyyətlərinin genişləndirilməsidir. Bura hansılar aiddir? Yekunlaşdırım və yoldaşlarımız da əlavə edəcəklər. Bunu dəfələrlə bizim bir sıra iqtidarda müxalifətdə olmasından asılı olmayaraq bizim deputatlar tərəfindən də qaldırılıbdır. Məsələn, Qüdrət bəy, mən bilirəm ki, konstitusiya hətta demək, əlavə dəyişikliklər haqqında qanun layihəsi təqdim edilmişdir. Fazil bəy də səhv eləmirəmsə imza qoymuşdu həmin qanun layihəsinə. Orada məsələn hökumətin parlamentdə təşkil olunması ümumiyyətlə daha çox deputat olan, çoxluğa malik olan partiya tərəfindən hökumətin hesabatı və hökumətə etimad məsələsinin və onun nəticələri etibar olunmaqla konkret müddaların, normaların demək qanunda nəzərdə tutulması.
bizdə Konstitusiyanın müvafiq maddəsi var ki, Milli Məclis o sadalınan səlahiyyətlərdən başqa yazılır ki, o münasibətini bildirməyə zəruri olan məsələlər barədə və yaxud barədə münasibət bildirə bilər, müzakirələr apara bilər. Bu çox belə cəhət abstrakt bir məsələdir. Amma konkret deyək ki, məsələlər barədə də dinləmələr aparala bilməsinin özündə əks etdirən müddianın olması, hökumət üzvlərinin birbaşa, nəinki hökumətin bütövlükdə ildə bir dəfə və yalnız 6 aydan sonra, həm də istənilən halda müvafiq təbii ki, Milli Məclisin müəyyən o nəzərdə tutulmuş deputatlarının səs çoxluğu ilə istənilən halda hesabatının tələb olunması, ayrı-ayrı hökumət üzvlərinin hesabatının tələb olunması və etimad göstərilmədiyi halda bunun konkret hüquqi nəticələrə səbəb olması kimi müddialar şübhəsiz ki, gəlməlidir. Amma Sevil xanım, mənim fikrimcə, indi yəqin yoldaşlar da bu barədə danışacaqlar və biz bu çəkiliş başlamamışdan əvvəl də bu məsələyə toxunduq. Əlbəttə ki, hətta mövcud qanunlar daxilində də, mövcud qanunvericilik daxilində bir çox məsələləri həll eləmək olar. Bu artıq hüququn məsələsi deyil, siyasi məsələdir. Həqiqətən xalq tərəfindən seçilmiş bir parlament olsa, həqiqətən icra hakimiyyəti qarşısında yox, xalq qarşısında hesabat məsuliyyətini hiss edən deputatlardan ibarət bir parlament olsa, o halda mən sizi inandırıram ki, hətta mövcud qanunlarla da bir çox məsələləri həll etmək mümkündür. Ona görə də biz daim Azərbaycanda əsas siyasi məsələ azad, ədalətli seçkilər məsələsi deyirik. O cümlədən azad, ədalətli seçkilərlə formalaşdırılmış, xalqın iradəsini ifadə edən, xalqdan mandat almış və xalqa hesabat verən bir parlament Azərbaycanın ən mühüm siyasi zəruri tələbatıdır. Bu məsələdə məncə hansısa bir diskussiya ola bilməz. Buyurun. Təşəkkür edirəm. Nazım, buyurun, sizi dinləmək istəyirik. Səlahiyyətlər sizin üçün yetərincədir mi? Çox sağ olun. Təbii ki, səlahiyyətlər Azərbaycanın indiki ictimai şuurunun inkişafı səviyyəsində və Azərbaycanın yerləşdiyi coğrafi məkan baxımından və ölkənin inkişaf strategiyasına uyğun mən hesab edirəm ki, Milli Məclisin səlahiyyətləri mövcuddur. Həm də Konstitusiyanın hakimiyyət bölgüsü baxımından həm qanunvericilik hakimiyyəti, həm icra hakimiyyəti, həm məhkəmə hakimiyyəti çalışırlar ki, mövcud şəraitdə o səlahiyyətlərini ancaq xalqın maddi halının yüksəlməsinə və qanunvericilik baxımından hüquqi dövlət quruculuğu, azad sahibkarlığın inkişafı üçün qanunlar qəbul olunur. Təbii ki, burada Pənah bəyin söylədiyi fikirlər mübahisəli xarakter daşıyır. Ancaq mən onları araşdırma fikrim yoxdur. Sadəcə olaraq mən onu qeyd etməliyəm ki, Azərbaycan inkişaf etməkdə olan dövlətdir və Azərbaycanın müstəqil həyatı çox qısa, tarixi baxımdan çox qısa bir dövrə əhatə etdiyindən bu məsələləri biz inkişaf edə qonşu dövlətlərin və ümumi dünya dövlətlərinin müsbət təcrübələrini özümüzə transfer etməklə bu məsələləri həll etmək iqtidarındayıq və güman edirəm ki, hər bir deputat, seçilmiş deputat o tarixi məsuliyyətini hiss edir və seçiciləri qabağında məsuliyyət daşıyırlar. Ona görə mən o fikirlə razılaşmıram ki, seçilmiş deputatlar indiki hal-hazırda biz də onların üzvlərindən biriyik, Milli Məclisi üzvləri olaraq ki, xalqın iradəsini əks etdirmirik, yəni seçki baxımından. Mən bu məsələyə fəlsəfi nöqteyindən yanaşmağı zəruri hesab edirəm və Azərbaycanın inkişafını və tarixi coğrafi mövqeyini, məkanını nəzərə alıb bu məsələlərə bu yanaşmanın tərəfdarıyam. Mən hesab edirəm ki, hər bir ölkə inkişafını təbii ki, dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çatdırmaq üçün yeni dövlətlər, postsovet ölkələrinin əsas biz deyək ki, sosializm şinelindən çıxmış bir ölkə olaraq bu məsələlərdə çox diqqətçil olmalıyıq, diqqətlə yanaşmalıyıq və burada məsələ səlahiyyətlərin çox olmasından və az olmasından getmir. Təbii ki, o verilmiş səlahiyyətlərindən istifadə etmək istəyindən irəli gəlir. Bu da Azərbaycanımızın, Azərbaycançılığımızın mental xüsusiyyətlərinə istinad edir. Ona görə hər hansı bir nazirin dəvət olunmaması, deyək ki, hökumətin hesabatından bağlı müxtəlif fikirlər səslənə bilər. Sizlərlə görüş, məsələn, təşkil olunmaması, o da mən hesab edirəm ki, təbii ki, bu məsələlərə... Sizin bir otağınız var mı seçildiyiniz dövrdə? Dövlət tərəfindən verilmiş otaq yoxdur, bunu etiraf etməliyik, ancaq birdən-birə bu qədər büdcəni də həyata keçirmək maliyyə tutumu baxımından mən hesab edirəm ki, Milli Məclisə verilmiş büdcə çərçivəsində mümkün deyildir, ona görə həyata keçir. Mən də istərdim ki, deputatın
xalq və hakimiyyət arasında bu körpü rolunu oynamağını nəzərə alıb, deputatların statusu qanuna uyğun təbii ki, təmin olunmalıdır. Onların təminatı da yüksək olmalıdır. Xırda bir detalı çəkim. Pənah bəy özü dəfələrlə bunu Milli Məclisə səsləndirir. Mən də hesab edirəm ki, xırda bir məsələ deputat korpusunun deyək ki, xidməti avtomobillə təmin olunmasında heç bir qəbahət görmürəm. Və bu əksinə mobilliyi artırar, hər hansı təbii ki, o maddi təminat baxımından mən hesab etmirəm ki, hər şey görülüb, görüləcək işlər çoxdur. Bu da ölkənin Avtomobil hamıya verilmir, hə? Mən bu məsələni niyə qaldırdım? Çünki təmin olmamışsınız. Valla mən Nazım müəllimə təşəkkür edirəm qaldırdım, amma heç vaxt qaldırmamışım o məsələni. Amma o zəruri məsələlərdən biridir. İndi biz avtobusla da gəzə bilərik və gəzirik. Yox, mən məsələni qaldırmadım ki, bu adi şöbə müdürləri, məsələn, prezident aparatının, ya Nazirlər Kabinetinin, ya hansısa bir icra hakimiyyət orqanının, mənim çox sevdiyim mənzil kommunal demək, təsərrüfatı işçilərinin, müəyyən kateqori vəzifələrinin hamısının bir avtomobili vardır. O mənada yəni və bu da bir nişanədir. Mən bu aksenti ona görə verdim ki, Pənah bəy bir neçə dəfə bu məsələni qaldırır. Sadəcə olaraq məqsəd ondan deyil ki, hansı deputat, hansı bir kompleks var ondan bağlı. Əslində deputat görürsünüz, utanır özünün problemini qoymağa ki, birdən seçicilər fikirləşər ki, deputat niyə özünə maşın istəyir? Bu da bir kompleksdir, açıq deyirəm, çatışmamazlıq kompleksidir. Pənah bəy inciməsin məndən. Bizdə görün necə bir vəziyyət var. Misal üçün deyirəm, büdcəni Milli Məclis təsdiq edir, o Milli Məclisin səlahiyyətidir. Amma Milli Məclis tələb edə bilmir ki, orada millət vəkilləri üçün tutaq ki, avtomobil alınmasına vəsait ayrılsın. Amma vəsait ayırır ki, hansısa nazirliyin şöbə müdürünə, yaxud hansısa icra hakimiyyətinin, rayon icra hakimiyyətinin şöbə müdürünə, ya bir idarə rəisinə, belə deyək də, xidməti avtomobil ayrılsın. Və bunu Milli Məclisin deputatı tələb edə bilmir. Ona görə mən deyirəm ki, mən razıyam Nazim müəllim dedikləri ilə, bəzi fikirlərlə razıyam ki, doğrudan da bir çox məsələlər qanunla bağlı olan məsələlər deyil. Bu, xalqın, o cümlədən də onun bir hissəsi olan, daha öncül hissəsi olan elə millət vəkillərinin də inkişaf səviyyəsi ilə bağlıdır. Siyasi dünya görüşləri ilə bağlıdır. Bunlar nə dərəcədə, tutaq ki, Avropa standartlarına, dünyadakı o qabaqcıl təcrübəyə belə deyək, uyğundurlar ki, belə bir dövlət qura bilsinlər və xalq da bu cür insanları dəstəkləsin. Söhbət bundan gedir. Məsələn, mən bir misal çəkim, özümüzü qoyuram burağa. Götürək İraqı. İraqı Amerika işğal edib, istəyir ki, vaxtilə də 2-ci Dünya müharibəsindən sonra Yaponiyada işğal eləmişdi, Almaniyada işğal eləmişdilər. Amma orada gördünüz, müəyyən o Marshall planı əsasında Yaponiyada yeni demokratik bir dövlət qura bildilər. Kömək elədilər, onlar demokratik cəmiyyət qurdular, Almaniyada, Yaponiyada. Amma İraqda bunu eləyə bilmirlər. İraqda, tutaq ki, Almanlar bütün Şərqi Avropanı işğal eləyəndə, bütün Şərqi Avropa ölkələrində müqavimət hərəkatı yaranmışdı işğalçılara qarşı. İndi İraqda da Amerikanı işğalçı hesab eləyirlər. Amma görün, Şərqi Avropa ölkələrində xalq gedirdi bazarda öz vətəndaşını partladırdı. Onlar öldürürdü ancaq işğalçını, bir də işğalçı ilə əməkdaşlıq eləyən şəxsləri. Amma bunlar nə edirlər? Gedir bazarda, bilmir orada onun əmoğlusu, dayıoğlusu, qonşusu, kətisi, partladır dinc əhalini, qətlə yetirir. Güya bununla da öz etirazını bildirir. Bununla ilə bağlıdır, inkişaf səviyyəsi ilə bağlıdır. Yəni bizdə də, mən bu bəlkə də bizə biraz aidiyyatı az olan məsələdir, amma digər tərəfdən yanaşanda bunun çox böyük aidiyyatı var bizə də. Bizdə də o baxımdan deyirəm ki, bir çox məsələlər, yenə deyirəm, xalqın, cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olan məsələlər. Fazıl bəy danışacaq. Belə görünməsin. Problemimiz, Azərbaycanın da problemi bu avtomobil məsələsidir. O sadəcə indi Nazim müəllim misal üçün dedi. Mənim özümdə də heç bir kompleks falan zad olan adam da deyiləm. Amma bir daha təkrar edirəm. Xüsusi vurğuluyorsunuz ki, bir məsələdə mən toxunum. Burada Fazıl müəllimdən də xahiş edəcəm, Fazıl bəydən xahiş edəcəm ki, ona da vurğulasın. Mən Azərbaycandakı vəziyyətin Azərbaycan xalqının mental xüsusiyyətləri və Azərbaycan xalqının inkişaf səviyyəsi və siyasi inkişaf səviyyəsinin izah olunmasının qəti əleyhinəyəm. Bu, Azərbaycanda hakimiyyətlə bağlı olan məsələdir, iqtidarla da bağlı olan məsələdir və şərqdə müsəlman ölkələr arasında ilk parlamentli üsul idarə yaradan, demokratik quruluşun əsaslarını yaradan, qanunlar qərb edən bir millətin bu cür şəraitdə yox, daha ciddi müasir standartlara uyğun şəkildə yaşamaq haqqı vardır. Biz bununla mübarizə aparırıq. Təşəkkür edirəm. İndi reklamlarımız var.
Efirdə daha doğrusu talk show-sudur. Mövzumuz Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlıdır. Qonaqlarımız deputatlardır. Fazıl, buyurun, siz nə dərəcədə razısınız səlahiyyətlərinizdən? Mən bir fikir söyləmək istəyirəm ki, ümumiyyətlə millət vəkilləri ilə icra orqanları arasında münasibətlərdə daha çox icra hakimiyyət orqanlarının mədəni və siyasi dünya görüşü əhəmiyyətli rol oynayır. Məsələn, mən öz seçildiyim Sabunçu rayon ərazisindən deyə bilərəm ki, bütün qaldırılan seçicilərin problemi ilə bağlı icra hakimiyyətlərinə dərhal müraciət edən kimi dərhal reaksiya verilir. Dərhal operativ məsələ üzərində onun həlli istiqamətində addımlar atılır və orada da seçicilərin qəbulu məsələsində də normal şərait yaradılıbdır, telefon və müəyyən şərait yaradılıb və biz hər həftə çərşənbə günü seçiciləri qəbul. Amma bir sıra rayonlarda həqiqətən bu problem var. O da dediyim kimi elə nazirlərlə də münasibətimiz elədir. Elə nazirlər var ki, yazdığım məktuba dərhal vaxtında cavab verir, əhatəli cavab verir. Eləsi var ki, siyasi məsuliyyəti aşağı olduğuna görə heç məktuba əhəmiyyət vermir və yazılan cavab da başdan eləmək üçün verilən cavab kimi qiymətli. Ona görə də biraz bu məsələdə məncə biraz subyektiv amil daha çox önə çıxır. Qaldı Milli Məclisin səlahiyyətləri ilə bağlı məsələyə toxunmaq istəyirəm. Bütövlükdə Milli Məclisin səlahiyyətləri ölkənin idarəetmə formasına uyğun olaraq aşağıdır. Milli Məclis faktik olaraq millət vəkili qanunvericilik fəaliyyəti ilə məşğul olan bir personadan başqa bir şey deyil. Onun seçiciləri hər hansı bir şəkildə problemini həll etmə imkanına sahib deyil. Ancaq budur ki, sən deputat sorğusu, poçtalyon funksiyası yerinə yetirsən, seçicinin müraciət elədiyi ərzəni müvafiq icra orqanına göndərsən və həmən icra orqanı onu necə həll edib etməməsindən asılı olmayaraq sən ancaq qane etmədisə Milli Məclisdə çıxış edib sözünü demək haqqına sahibsən. Və bu deməyin də Milli Məclisin gözəl, yaraşıqlı divarlarına dəyib geri qayıtmaqdan başqa bir rolu olmur. O baxımdan hesab edirəm ki, bu səlahiyyət artırılmalıdır ki, söhbət təkcə qanunverici orqandan getmir. Mövcud konstitusiyamıza görə icra orqanı üzərində nəzarət mexanizmi yoxdur. Bizdə Milli Məclisə bir nəzarət mexanizmi verilib. O nəzarət mexanizmdə büdcəyə nəzarət mexanizmidir. Onu da biz hesablama palatası vasitəsilə həyata keçiririk. Amma büdcəyə nəzarət mexanizmi də biz büdcəni necə müzakirə eləyiriksə, tələm-tələsik, qısa müddətə və bizim də təkliflərimiz üçün tutaq ki, bir həftə 10 gün vaxt ayrılır. İcra orqanı hansı təklifimizi qəbul elədi, hansını qəbul eləmədi, onun subyektiv mülahizəsinə buraxılır və biz demək olar ki, seçicini narahat edən, ölkə üçün vacib saydığımız problemlərin həlli istiqamətinin nəyəsə nail ola bilmir. Məsələn, nümunə, biz neftin demək, barelinin 70 dollardan götürülməsinə etiraz elədik, büdcə müzakirə olunarkən. O məsələyə baxılmadı. İndi may ayında büdcəyə təzədən baxılmalıdır. İndi mən hesab edirəm ki, heç büdcəyə baxılmayacaq. Çünki gəlir yoxdursa büdcəyə hardan baxarsan, əlavə büdcəyə mədaxil olmayıbsa, buna xərclər, ancaq xərclərin azaldılması istiqamətində baxa bilərsən. Demək istədiyim odur ki, deputatların qaldırdığı məsələlər əslində konstitusiyada elə bir baza yoxdur ki, ona söykənib addım atasan. Bizim əsas əlimizdə olan vasitə nədir? Nazirlər Kabineti, icra orqanı üzərində müəyyən mənada nəzarət mexanizminin, ondan hesabat tələb eləmə mexanizminin olmasıdır. Konstitusiyada bu birbaşa yoxdur. Konstitusiyada var ki, ancaq etimad göstərilmə məsələsini müzakirə edə bilərik. Bu etimadı dosta göstərmək olar, yoldaşa göstərmək olar. Nazirlər Kabinetinə biz nə etimad göstərək? Göstərmədik. Nazirlər Kabineti fəaliyyətini dayandırır. Sadəcə sonradan konstitusiya qanunu qəbul edilir ki, beynəlxalq aləm üçün ki, bizdə əslində Milli Məclisin Nazirlər Kabinetindən hesabat tələbi səlahiyyəti var. Etimada aid olan maddənin, bəndin açılışını həmən konstitusiyada hesabat adına çevirərək təqdim olunur. Bu da qanuna ziddir, qanunun ruhuna ziddir və hesab edirəm ki, etimadla hesabat tam fərqli bir şeylərdir. Üçüncü tərəfdən, Milli Məclisin iki funksiyası var. Bir konkret səlahiyyətləri var, bir də ümumi səlahiyyətlər. Ümumi səlahiyyətlər ümumi qaydaların müəyyən olunmasıdır. Yəni ki, hansı sahələrə aid Milli Məclis qanunlar, qərarlar qəbul edə bilər, hansı sahələrə baxa bilər. İkinci isə konkret maddələr, ombudsmanın, prezidentin təqdimatının ombudsmanın deyək ki, təsdiq olunmasıdır. Başqa məsələlərdə hamısı orada öz əksini tapır. Hökumətlər arası müqavilənin təsdiqi, dövlətlər arası müqavilənin təsdiq ya ləğv olunması və başqa məsələlər. Ona görə də hesab edirəm bu səlahiyyət azdır. Tipik qanunverici orqan kimi
Milli Məclisin həm də qanunvericilik təşəbbüsü imkanları azdır. Siz statistikanı götürsəz, müəyyən eləyərsiniz ki, Milli Məclis tərəfindən təqdim olunan qanunların faizi 5% keçmir. 95% icra orqanı tərəfindən təqdim olunan qanundur. O baxımdan bu həm peşəkarlığa təsir edir, həm də Milli Məclisin özünün zəif bir duruma düşməsinə təsir edir. Bunu mütləq qaldırma mexanizmini biz düşünməliyik. Bəzi qanunlar da ki, bu Milli Məclisin komissiyaları adından təqdim olunur, onların da yarıdan çoxu aparatda, prezident aparatında hazırlanıb gəlir. Məsələn, o bayram günləri ilə bağlı, bəzi ki, bizim istiqlaliyyətlə bağlı siyasi bayramlarımız ki, ləğv olundu, iş günü daha doğrusu onlar sayılmadı, o cür qanun kimi. Sonra xoşa gəlməz bəzi qanunlar var ki, məsələn, bizim Hadi müəllimin komissiyasından onlar daim verilir, halbuki onlar hazırlanır prezident aparatında. Bu referendum ki, hal-hazırdakı təşəbbüsülə sürülür, hamı bilir ki, bu əslində hardan gəlir, harada hazırlanıbdır və bunu da Milli Məclisin adından gedir. Yəni, hətta o 5%-in də yarıdan çoxu yenə icra hakimiyyəti orqanından gəlir. Təşəkkür edirəm. Məncə biz bəzi şeyləri qarşıdırıq, məncə deyirəm. Mənim təbii ki, subyektiv fikrimdir. Bax, sizə tutaq ki, nəzərdə tutulub ki, məsələn, tutaq ki də, məsələn, otaq ayrılmalıdır. Yəni, bu səlahiyyətləriniz var, seçicilərlə görüşünüz təşkil olunmalıdır. Bir də var, siz bu səlahiyyətdən istifadə edəmirsiniz, eləyə bilmirsiniz daha doğrusu da, belə götürək. Amma Fazil bəy deyir ki, ona görə də səlahiyyətlərimiz artırılmalıdır. Bundan artırılıb ki, o birisindən istifadə edə biləcəksiniz, onda Fazil bəy. Təbii, bu səlahiyyətlərin... Artıq nə olmalıdır? Artıq bilirsiniz nədir? Millət vəkilinin hər hansı bir şəkildə, hansısa bir problemin həll olunmaması ilə bağlı konkret təsir mexanizmi olmalıdır. Milli Məclisin təsir mexanizmi olmalıdır. Bu da hökumətə hesabatlıq məsələsində demək, güvən verib-verməmə, onun demək, fəaliyyətini qənaətbəxş hesab edib etməməsinin hüquqi nəticəyə bağlanmasıdır. Yəni, biz hökumətə hesabatını qane edici hesab eləməliysə, hökumət istefaya getməlidir. Onda artıq nazirlər biləcəklər ki, Milli Məclisdə onların fəaliyyətinə mənfi münasibət onların postu itirməsi ilə nəticələnir. Budur, önəmli olan budur. Xanım, məsələn, mən bu Əmək və Əhaliyə Sosial Yardım Təminatı Nazirlik var. Əmək və Əhalinin Sosial Yardım 3-4 dəfə Milli Məclisdə ittiham eləmişəm ki, bunlar ayrılan o vəsaitin yarısından çoxunu uğurlayırlar. Yəni, bu ağır ittihamdır. Nə özləri cavab verirlər, nə mənim bir neçə dəfədə yazdığım məktublar var bu istiqamətdə ki, o indi 1 il oldu, əvvəl 6 aydır, 6-nın 6-ya yerlərdə bölüşdürürlər. 12 ayın 4 ayına. Yəni, məsələn, təsəvvür edin ki, bu Obamanın 3 dənə naziri namizədlik vermişdi və biri bu yaxınlarda 147 minə qədər vergi ödənməsi haqqında məsələ meydana çıxdı və artıq o öz geri götürdü. Bir neçə belə səhiyyə naziri haqqında nəyəsə bir məsələ çıxdı. Yəni, bilirsiniz, mən Fazil bəyin dediyinin o tərəfi ilə razı deyiləm ki, bunlar subyektiv faktlara söykənir. Bunlar artıq hüquqi məsələ deyil açığı. Bunlar siyasi məsələdir, bunlar rejim məsələsidir, bunlar bütövlükdə götürülmüş üsuldara məsələsidir. Necə ola bilər ki, bir nazir haqqında ittiham sürsə, mən deyirəm, mənim seçkilərimdən güya 1000 nəfərə şey verirlər, nədir o yardımı? Bunun şahsın verir mənə, qardaş, bu dövlət stili deyil ki. Mənim yerlərə gələndə, orada siz deyirsiniz ki, seçkilərlə görüşə mani olurlar, seçkilərlə görüşə mani olan yox, biz verirsiniz seçkilərimizlə. Amma qanunda da deyilmiş məsələlər. Ölkənin üsuldarəsi ilə bağlı olan bunlar siyasi məsələlərdir. Amma bizim hüquqşünaslarımız haqlı olaraq hesab edir ki, bir halda ki, bu siyasi yoldan hələ birdən-birə həll olunması mümkün deyil. Bəlkə hüquqi o dəqiqləşmələr yolu ilə, səlahiyyətlərin artırılması, qətiləşdirilməsi, izahının daha aydın olması yolu ilə də bir təsir, bu da bir yoldur. Əlbəttə ki, ondan da istifadə etmək lazımdır. Mən üzr istəyirəm, elə olsun ki, biz pariteti pozmayaq. Burada hörmətli həmkarlarım hər birisi partiya rəhbərləridir və müxalifətdə olan partiya rəhbərləridir. Təbii ki, mən də Yeni Azərbaycan Partiyasının üzvü olaraq dəvət etmişsiniz. Mən şərait yaradılsın ki, mən də danışa bilim də. Yəni, 3 nəfər danışanda heç olmasa mən 1,5 dəfə danışım. O baxımdan. Mən hesab edirəm ki, ölkə başçısının çıxışlarını biz daimi izləsək və izləmiş olaraq biz orada siqnalları görməliyik. O cümlədən şəffaflıq təşəbbüsünün artırılması ilə bağlı, o cümlədən son Nazirlər Kabinetinin iclasında təbii ki, qanunsuz varlanma ilə bağlı, o cümlədən İstənilən vaxtı parlamentə çıxış edilən zaman və dövlət tədbirlərində çıxış edilən zaman vətəndaşların problemini hər bir məmur üçün vacib olduğunu vurğulamağı bu cəmiyyətə göndərilən siqnallardır. Həmişə biz inkişaf etmiş ölkələrin təcrübəsini misal gətiririk. Mən hesab edirəm ki, Amerika prezidenti də konqresdə çıxış edilən zaman, Rusiya prezidenti də
Dövlət Dumasında və ya Sovet Federasiyada çıxış edilən zaman o cəmiyyətə və məmurlara siqnal göndərir. O cümlədən ölkə başçısı da müəyyən tədbirlərdə bu çıxışlarını etməklə konkret olaraq istiqamətlər göstərir və mən hesab edirəm ki, Milli Məclisin üzvləri də, cəmiyyət də, mətbuat da bu qaldırılan bu problemlərlə bağlı öz işlərini görməlidir. Nazım bəy, siqnala qulaq asan yoxdur indi. Yox, Vallahi eşidirdilər. Mən hesab etmirəm ki, təbii ki, ictimaiyyətin qarşısında cəzalandırmaq lazımdır. Mən söz cəza vermək lazımdır. Cəzalandırmaq bizim ən böyük ictimai qınaq yerimiz təbii bu Milli Məclisin tribunasıdır və ictimaiyyətdə olaraq təbii ki, mətbuat orqanlarıdır. Mən hər bir fikrə ona tərəfdar çıxıram ki, bizdə kifayət qədər konkret tənqidlər olmalıdır və tənqiddən nəticə çıxarmalıdır həmin məmurlar. Mən də özüm kifayət qədər tənqidi fikirlərlə çıxış edilən insanım və hesab edirəm ki, cəmiyyətimizin inkişafı üçün, ümumi şəffaflığın yaranması təşəbbüsünü daha da təkmilləşdirmək üçün qaldırdığımız məsələlərə diqqət yetirilməlidir. Və bunun üçün mən ümid edirəm ki, gələcək zamanlarda bu Milli Məclisin səlahiyyətləri ilə bağlı referenduma çıxarılan məsələlərdən sonra komitələr yaradılığını nəzərdə tutulur. Mən yeri gəlmişkən deyim ki, heç bir ölkənin təcrübəsində yoxdur ki, iqtisadi siyasət komissiyası bütün məsələləri özündə əhatə eləsin. Yəni, hər bir ölkənin bu iqtisadiyyatla bağlı blokda bir neçə komissiya mövcuddur, bir neçə komitə mövcuddur. Hətta postsovet ölkələrində büdcə və maliyyə başqa bir ayrıca bir komitədir, iqtisadi siyasətlə, sahibkarlıqla, bank sektoruyla məşğul olan komissiyalar başqa komissiyalardır. Mən bu təklifi bir neçə il bundan qabaq vermişdim və ümid edirəm ki, 11 il bundan qabaq daimi komissiyalar haqqında qəbul olunmuş qanun da bugün səviyyəsində deyil və o komitələrin sayı artırılaraq təbii ki, imkan yaradılmalıdır ki, hər bir nazirliyin, hər bir ictimaiyyəti narahat edən məsələlərin dinlənilməsi üçün o icra hakimiyyəti strukturunda o sahələrə cavab verən nazirlər, komitə sədrləri Milli Məclisin dinləmələrinə dəvət olunmalılar və o cəmiyyəti maraqlandıran məsələlər müzakirə olunmalıdır. Ona görə bu sahədə bizim islahat aparmağımıza kifayət qədər ehtiyac var və ümid edirəm ki, aparılacaq. Qaldı ki, mən hesab edirəm ki, ümumi Azərbaycanın inkişaf səviyyəsi, o cümlədən məmurluğa xidmət edən insanların, belə deyək, bürokrat aparatın özünün zamanla ayaqlaşmağına ehtiyacı var. Bu barədə kifayət qədər mən hesab edirəm ki, maariflənməni də gücləndirmək lazımdır və ictimai qınağı da gücləndirmək lazımdır. Mən demirəm ki, hər şey yaxşıdır, ancaq öyrəniləcək çox məsələlər var ki, biz dünya ölkələrindən, o cümlədən Avropa Şurasının tövsiyələrindən də biz yararlanmalıyıq və bu istiqamətdə işlər aparılmalıdır. Sadəcə yenə subyektiv məsələlər burada daha çoxdur, məmur vətəndaş münasibətlərindən, nəinki obyektiv siyasi bir iradə ilə bağlı olan məsələlər. Mən Pənah bəylə bu sahədə razılaşmıram. Nazim müəllim vaxtın azlığından gerilənirdilər, amma üçümüzdən çox danışdınız Nazim müəllim. Həm də parlamentdə siz 3 qat danışırsınız, biz 1 qat danışırıq. İndi heç olmasa Mən Pənah bəylə fikri ilə razı deyiləm ki, o bəzi məsələlər, yəni bunu İraq kimi bildirdi ki, prezident aparatında hazırlanır, yaxud burada hansısa məsələlər parlamentdən prezident aparatı ilə razılaşdırılır. Bunu təbii qəbul etmək lazımdır. Mən burada qəbahəti onda görmürəm ki, eyni siyasi partiya hakimiyyətdədir. Bir dəqiqə xahiş edirəm. Konkret danışaq, niyə? Bir dəqiqə. Sənin qanunlar uyğun deyil. Mən indi gəlirəm də ona, bircə dəqiqə qulaq asın. 9 qanun vermişəm, niyə müzakirə olunmur? Deməli, hakimiyyətdə Yeni Azərbaycan Partiyası. Yeni Azərbaycan, siz imkan versəniz, mən müdafiə edəcəm. Buyurun. Hakimiyyətdə eyni partiyadır. Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası həm sədri prezidentdir və Yeni Azərbaycan Partiyası parlament çoxluğudur və bir tərəflər də onları müdafiə edir bir mənalı şəkildə bir çox məsələlər. Ona görə də yəni xalq cəbhəsi də hakimiyyətdə olanda ola bilməzdi ki, elə Pənah bəy onda parlamentin üzvü deyildi, səhv eləmirəmsə, amma
tutaq ki, İsa bəy parlamentin spikeri idi. Orada hansısa məsələni Əfəz bəylə razılaşdırmamış, belə deyək də, eyni siyasi qüvvə hakimiyyətdədirsə, çıxasın parlamentdə müzakirə eləsin, qərar qəbul eləsin. Bu, adətən mən deyirəm ki, bütün dünyada özdə belədir. Yəni, Panapa deyə bilməz ki, başqa ölkədə belə deyil. Sabah konqresdə çoxluq, indi hal-hazırda mən Amerika Birləşmiş Ştatlarında, Demokratlar Partiyasında da ola bilməz ki, kongres prezidentlə razılaşmamış hansısa bir qərarı götürsün, qəbul eləsin. O başqa məsələ ki, Panapa, indi siz dediyiniz məsələyə mən gəlir. Burada yenə deyirəm, siyasi mədəniyyətlə və siyasi dünya görüşlə bağlı məsələdir ki, bir çox hallarda yapçılar belə hesab edirlər ki, parlamentdə, tutaq ki, hansısa bir nazirliyin tərkibində çox xoşa gəlməz bir hadisələr baş verir. Və Konstitusiyanın 95-ci maddəsində də qeyd olunub ki, Milli Məclis zəruri hesab elədiyi istənilən məsələni ölkə həyatı ilə bağlı parlamentin müzakirəsinə daxil edib, bunu müzakirə edib, müvafiq qərar qəbul edə bilər. Və bizim Konstitusiya ilə də, o cümlədən də o etimad məsələsi ilə bağlı əlavə təminatlar haqqında Konstitusiya qanununda da göstərilib ki, ayrı-ayrı nazirlər də dəvət oluna bilər Milli Məclisin iclasına. Bugünkü günə qədər, bu da sözsüz ki, çoxluğun qərarı ilə olmalıdır Milli Məclisdə. Çoxluq bunu eləmir. Yəni, bu artıq dediyim kimi, hökumətin iclasında gəlir. O nazirlikdə ən biabırçı hallar baş versin. Dəfələrlə ayrı-ayrı millət vəkilləri məsələ qaldırıb ki, plan naziri dəvət olunsun, gəlsin bununla bağlı. Xaricilər Nazirliyi gəlsin, məlumat versin, güc strukturları gəlsin, hesabat versin. Bu ənənə yoxdur və bunu eləmir çoxluq. Çoxluq bunu eləmir ki, bu siyasi qüvvə olaraq o nazirlikdəki olan biabırçı hallar burada aşkarlanacaq, bunların nüfuzuna xələl girəcək. Çoxluq dünyanın hər yerində parlament televiziyası var. Çoxluq buna getmir ki, bir dəfə düz doktor müəllim dedi ki, bunu yaradacaq, amma sonradan görünür məsləhətləşdilər və belə hesab elədilər ki, yox, bu yanlış açıqlama olub, bundan imtina elədilər. Parlament televiziyası yoxdur. Dünyanın hər yerində parlament canlı yayınlanır. Hətta növbəti gün onun təkrar yayınlanır ki, kim baxa bilməyibsə baxsın. Və seçicilər görsün ki, onun seçdiyi millət vəkili bu və ya digər ölkə həyatı ilə bağlı məsələlərdə hansı mövqe tutub, hansı mövqe nümayiş etdirib. Bu yoxdur. Bizdə ona görə mən deyirəm ki, etimad məsələsi burada Fazil bəy deyir ki, etimad məsələsi deyil. Ancaq arxadan çəkə bilir. Etimad göstərilmirsə, bu hökumət artıq istefaya getməlidir. Yəni, bu bir mənalı şəkildə belədir. Amma digərin görək, tutaq ki, Konstitusiyada orada yazılmış olsaydı ki, bu etimad göstərilmirsə, onun davamı olaraq yazılsaydı ki, hökumət istefaya gedir. Bu nəyi dəyişəcəkdir? Məgər parlament indiki hal-hazırda söhbət gedir. Hökumətə etimadsızlıq göstərə bilərmi? Məncə yox. Heç naziri dəvət edə bilmirsə, öz dediyim kimi hüququnu qoruya bilmirsə, Milli Məclisə deputatına xidmət eləməli olan aparatın işçisinə, tutaq ki, şöbə müdürünə avtomobil verilir. Mən bir də qaydıram həmin məsələyə. Yəni, bunu istəyirəm bizim seçici bilsin ki, deputat öz hüququnu qoruyanmır. Yəni, Yeni Azərbaycan Partiyasından gedir burada söhbət, çoxluqdan. Azlıq onsuz da bir çox məsələləri qaldırır. Çox təəssüf ki, çoxluq onu müdafiə eləmir. Bəzən ayrı-ayrılıqda, kularlarda deyilsə də ki, siz düz deyirsiniz, siz haqlısınız. Amma məsələ səs verməyə gələndə cəsarəti çatmır ki, səs verib həmin məsələni müdafiə eləsin. İndi görürsünüz ki, məsələn, azlıqda sizdə dediyiniz heç nə keçmir, tutaq ki, düzdür? Bəli. Gələn dəfə bir də verərsiniz namizə etdiyinizi. Əlbəttə. Niyə? Keçmirsə niyə oturursunuz ki? Tutaq ki, indi orada bir neçə millət vəkili var da, biz də verməyək, biz də orada olmayaq. Nə dəyişiləcək? Yaxşı mənədə. Ən azından bir qrup millət vəkili orada bu problemləri qaldırır. Ən azından biz millət vəkili, çox sağ olun ki, bu gün dəvət eləmişsiniz. Yenə bu problemlərimizi indi yəqin ki, efirdə verəsiniz. Çatdıracaq, yəni bunu siyasi rəhbərlik də işləyəcək, Azərbaycan xalqı da işləyəcək. Və biz olmayandan sonra tutaq ki, dəvət eləyərdiniz Yeni Azərbaycan Partiyasının rəhbərliyindən olan 4 millət vəkilini. Onlar da gəlib burada hər şeyin çox gözəl olduğunu söyləyəcəklər. Bəlkə bunu Azərbaycan cəmiyyəti qazanacaqdı, udacaqdı, yox. Buna görə də əlbəttə... Sevəxan, baxın, hər üçümüz demək, parlament jurnalistləri tərəfindən 3 ildir ilin ən faal millət vəkili seçilirik. Bu fəallıq nədə ifadə olunur? Seçici bilmir. Orada olan çıxışların hər hansı bir şəkildə, mən dünən parlamentdə 4 komissiyanın iclasında da söylədim bu fikri ki, biz komissiyaların iclasında elədiyimiz çıxışları siz Azərbaycan qəzetini izləyin, televiziyanı izləyin. Yalnız verildi ki, komissiyada filan məsələyə baxıldı, filan müzakirə. Komissiyada çox ciddi müzakirə gedir, fikirlər səsləndirir deputat, özünün mövqeyini ifadə edir. Bu, heç bir şəkildə təbliğ olunmur. Ona görə də seçici bilmir ki, biz o qapalı bir parlament mühitində hansı məsələni qaldırır. Ona görə də səlahiyyət artırılması deyəndə parlament özünə
olan, konstitusiyada verilən ən azı cüzi məsələləri həll eləmə gücünə sahib olmursa, Qüdrət bəy deyir, təkcə çoxluqdan getmir. Heç bir komissiya sədrinin müavini belə müxalifətdən nümayəndə yoxdur. Müavini postunda belə nümayəndə yoxdur. Parlament təmsilçiliyində müxalifət nəzərdə tutulur. Fraksiya yaratma imkanı yoxdur parlamentdə və bu mədəni ölkələr üçün məqbul deyil. Nazim müəllim çox gözəl qeyd edir. Dedi, məmurlar zamanla ayaqlaşmalıdırlar. Əslində zamanla ayaqlaşmaq bir yana, zamanı ayaqlayırlar. Zaman başqa şey diktə edir. Tamamilə Azərbaycanda başqa bir tendensiya gedir. İndi reklamlarımız var, daha sonra mövzuya qayıdacağıq. Və daha doğrusu talk-showsudur mövzumuz Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlıdır, qonaqlarımız deputatlardır. Azərbaycan Respublikasının Konstitusiyasında 95-ci maddə var. Həmin maddə ilə deməli dövlətləri arası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutulan hökumətlər arası müqavilələrinin təsdiqi və ləğvi ilə bağlı bir bənd də var. Sizdə var da Qüdrət bəy Konstitusiya? Bax, bu, indiyə qədər tutaq ki, dövlətlər arası müqavilələrimiz olub və yaxud beynəlxalq müqavilələrimiz olub. Pənah bəy, 1994-cü ildə əsrin müqaviləsi həmin bəndə əsasən təsdiqlənmişdir də Milli Məclisdə. Yox, orada dövlətlər arası mən bu məsələyə bir münasibət bildirim. Amma indi yeni hökumətlər arası müqavilələrdən söhbət gedir ki, bax, həmin o ənənə var idi. Hökumətlər arası deyil, axı dövlətlər arası. Təcrübədə var idi o. Təcrübədə var idi, amma faktiki surətdə bizim konstitusiyada bu müddəa nəzərdə tutulmamış. Ona görə də konstitusiya bu referendumda əlavə olunur. O sadəcə olaraq müqavilənin şərtlərindən biri kimidir. O xarici şirkətlər istəyirdilər ki, onlara qanun qüvvəsi verilsin. Həm də o müqavilələrə qanun qüvvəsi verilməsi zəruri idi. Ona görə ki, bir çox vergi güzəştləri nəzərdə tutulurdu xarici şirkətlər üçün və bizim qanunlarla da başqa şərtlər, qaydalar müəyyənləşib. Həmin o güzəştlərə qanun qüvvəsi verilməlidir ki, onlar o vergidən, gömrük rüsumlarından azad olunsunlar. Ona görə də Milli Məclis onu ratifikasiya eləmişdir, təsdiq eləmişdir və həmin müqavilələrə qanun qüvvəsi vermişdir. İndi ona biz daxil edirik konstitusiyaya, mən hesab edirəm ki, bu çox doğru addımdır. Bu məsələ təkcə 95-ci maddədə deyil, 109-cu maddədə də təsbit olunubdur. O da prezidentin səlahiyyətlərinin demək, biri kimi Azərbaycan Respublikasının qanunlarından fərqli qayda və normalar nəzərdə tutan hökumətlərarası müqavilələri imzalayır müddəası vardır və bu düzəlişləri ümumiyyətlə başa düşmək üçün hər iki qanunu birlikdə götürüb ona izahat vermək lazımdır. Burada əvvəla heç bir demək, Milli Məclisin səlahiyyətlərinin artırılmasından getmir bu bir. İkincisi, hər iki müddəa bir yerdə götürüldükdə çox əcaib bir bu düzəlişdir və yaxud əlavədir. Nədən ibarətdir? Belə bir, məsələn, deyək ki, 109-cu maddə xüsusən bu aydın görünür. Belə çıxır ki, məsələn, prezidentin dövlətlər arası müqaviləni, bir də Azərbaycan Respublikasının demək, qanunlarından fərqli qayda və normalar nəzərdə tutan müqavilələri imzalamaq səlahiyyəti vardır. Əgər izah verilsə, belə çıxır ki, Azərbaycan qanunlarının və qaydalarına uyğun olan hökumətlər arası müqavilələri imzalamaq səlahiyyəti yoxdur. Yəni bu çox bu referenduma çıxarılan ümumiyyətlə bu məsələ qanunvericilik texnikası baxımından sözün doğrusu olduqca bir daha təkrar edilən qüsurludur. Bu barədə bilirsiniz ki, müxalifət tərəfindən və yaxud müstəqil hüquqşünaslar tərəfindən mətbuatda çox ciddi iradlar irəli sürülübdür və təəssüf ki, bunların heç birinə də cavab verilmir. Və yuxarıda qeyd elədiyimiz eynən, yəni necə ki, parlamentə münasibət bildirilir, icra hakimiyyəti orqanı tərəfindən və nəzarət altında olan digər hakimiyyət orqanları tərəfindən, eləcə də ictimai rəyə və bu müstəqil ekspert fikrinə və rəy bundan ibarətdir. O baxımdan da bir daha təkrar edirəm, bunun tövsif olunması, yəni qeyri-rəsmi hələlik bunun söhbətlər gedir, bunu belə tövsif edirlər ki, artıq prezident parlamentin ratifikasiya eləmədiyi və Azərbaycan Respublikasının digər o qanunlarında, qanunvericiliyin özü tutulan normalardan fərqli olan demək, qaydaları özündə ehtiva edən hökumətlərarası müqavilələri də imzalaya biləcəkdir. Hətta parlament hətta parlamentlə bağlıdır məsələ. Yəni parlamentdə artıq müzakirə edilmədən mən bunun bu cür tövsif olunması rəsmi şəxslərdən eşitmişəm. Bu təsadüfən deyil. Yəni faktiki olaraq bu o demək o olacaqdır ki, bir sıra qanunlar hökumətlərarası daha doğrusu üzrə müqavilələr hətta parlamentin ratifikasiyasını çıxarmamaq
fikri ilə bunu edilir. İndi bəziləri məsələn bundan daha uzağa gedən nəticələr çıxarırlar ki, ola bilsin hətta Qarabağla bağlı müqavilələri də gətirib milli məsələ çıxarmadan imzalayacaqlar. İndi bu bir qədər mübahisəli məsələdir açığı. Mən də o fikirlə razı deyiləm ki, bu o şəkildədir. Amma hər halda kifayət qədər bu cür ziddiyyətli şəkildə edilmiş bu məsələlər biraz da parlamentin hüquq və səlahiyyətlərinin təkrar edilən azalmasına gətirib çıxara biləcəkdir. Faktiki olaraq praktikada əgər davam olunsa bu şəkildə və düzgün tövsiyə olunmasa, demək çox ciddi bir məsələyə toxunmuşdu Fazil bəy. Bu parlament nəzarəti məsələsidir. Mən yuxarıda adını çəkdim, Avropa Şurasının da ATƏT-in də bir sıra Azərbaycan haqqındakı tövsiyələrində yazılır ki, ən mühüm məsələlərdən biri bütövlükdə icra hakimiyyət orqanları, xüsusən təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin olunmasıdır. Yəni biz bu əlavələrə, düzəlişlərə də baxırıq, real bunların praktikasına da baxırıq, konkret qanunvericiliyin mövcud vəziyyətinə də baxırıq, bir daha təkrar edirəm. Bu istiqamətdə nəinki vəziyyət düzəlir, nəinki irəliyə doğru addımlar atılır, hətta bir çox məsələlər barədə geriyə doğru biz addımları müşahidə edirik, bu çox ciddi narahatlıq doğurur. Mən təkrar buna qayıdaraq bir daha bu məsələnin siyasi məsələ olduğuna vurğulamağım da onunla bağlıdır. Biz sual verirsiniz ki, siz seçilmək istəyərdinizmi? Qüdrət bəyə bir sual verdiniz. O sual əlbəttə ki, bir çox demək şəxslərə də aiddir. Açığı çox belə bu narahat doğuran faktlardan biri nədir? Yəni formal hüquqi mübarizə, yəni legitim mübarizə formaları var, siyasi rəqabət formaları var cəmiyyətdə. Onlar da bu qanunvericilikdə özünün əksini tapıb. İş o yerə gəlib çatıb ki, o qədər mənasını, əhəmiyyəti itirməyə başlayıb ki, bir çox mən müxalifət nümayəndələrlə söhbət edirəm, onların fəallarıyla söhbət edirəm. Onlarda olmayan qədər, indiki qədər bu qanunvericilik hakimiyyəti uğrunda siyasi bu fəaliyyətlə məşğul olmağa artıq meyl azalır və bu meyllərin azalması gətirib ona çıxaracaqdır ki, təkrarlayan bu məsələ çox önəmli bir məsələdir. Və bu parlamentin meclisə qalması ona gətirib çıxaracaqdır ki, qeyri-legitim mübarizə formalarına meyllər yaranacaqdır və bunun da hansı nəticələri gətirib çıxaracağı hamımız aydındır. O baxımdan da bu fövqəladə mühüm, əhəmiyyətli bir məsələdir. Təkrar edilən parlamentin hüquq və səlahiyyətləri məsələsi bu Azərbaycanın dövlətinin müstəqilliyinin demək təminatı məsələsidir. Milli təhlükəsizlik məsələsi qədər vacib olan bir məsələdir. Bunu elə belə Qüdrət bəyin ya Pənahın növbəti dəfə namizəd verib verilməsindən bağlı olmayacaq. Bəli, iş elə gəlib çatacaqdır ki, cəmiyyətin siyasi rəqabətə qabil olan hissəsi artıq parlament uğrunda seçkilərdə, bələdiyyə seçkilərində və başqa prezident seçkilərində yox, başqa vasitələrlə və üsullarla hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə başlayacaqdır ki, bu bir daha təkrar edilən bu labis sonluq ola bilər bu vəziyyət davam edəcək. Təşəkkür ederim. Fazil bəy, siz dinləmək istəyirəm. Məsələn, parlamentin səlahiyyətlərinin artırılmasının tərəfdarısınız. Amma parlamentin səlahiyyətlərinin artırılması belə deyil, həmişə məni məsələn narahat edir. Göstərsəm, tutaq ki, 1920-ci ilin aprelin 27-sində Azərbaycan Demokratik Cümhuriyyətinin sonuncu iclasında həmin vaxt sosialist fraksiyası deyəsən də Pənah bəy, onların səs çoxluğu ilə deməli bolşeviklərin belə deyək, Qızıl Ordunun Azərbaycana daxil olması, Azərbaycanın işğal etməsi faktı. Bax, həmişə parlamentin səlahiyyətlərinin artırılması, məsələn, məndə onunla assosiasiya olunur ki, o vaxtda tutaq ki, parlament respublikası idi və səlahiyyətlər hamısı onların əlində idi və buna yol verdilər. İndi də məsələn, məndə həmişə səlahiyyətlərin artırılmasından söhbət gedəndə belə bir narahatçılıq var. Güya o vaxtlar prezident respublika olsaydı, Rusiya öz qaba gücü ilə girib Azərbaycanı işğal etməyəcəkdi. Bu parlament respublika bəhanəsidir. Bu günləri Azərbaycan bir qədər beynəlxalq mövqeyi zəifləsə, prezident respublikası Ermənistan girib işğal eləməyib Azərbaycanı. Bunun parlament respublika ya prezident respublikaya dəxli yoxdur. Bunun ölkənin ümumi gücü ilə bağlı məsələdir. Ölkənin özünün potensialını, öz müdafiə imkanlarını necə qurması ilə bağlıdır. Beynəlxalq sistemin bu ölkəyə münasibəti ilə bağlıdır. Bugün Gürcüstana Rusiya girdi, onun da parlament respublika ya prezident respublika olmasının burada hansısa bir nəticəsi ya təsiri yoxdur ki. O baxımdan da söhbət burada gedir, Pənah bəy də qeyd elədi. ATƏT Parlament Assambleyasının xüsusi qəbul elədiyi qətnamə var. Qətnamədə təhlükəsizlik sektoru üzərində parlament nəzarəti tövsiyə olunur. 90%-dən artıq Avropa Şurasına, ATƏT-ə daxil olan ölkələrdə bu tətbiq olunur. Azərbaycanda bu yoxdur. Söhbət ayrı-ayrı deputatın harasa gedib kiminsə üzərində nəzarət eləməsindən getmir. Parlamentin nüfuzunun qaldırılmasından gedir. Bu günləri artıq əgər xalq görürsə ki, millət vəkili vasitəsilə hansısa problemini özünün təmsilçisi vasitəsilə həll edə bilmirsə, o axtarışı harada axtarmalıdır? Demək, axtarmalıdır ancaq qarışıqlıqda, ancaq deyək ki, müəyyən proseslərin xoşa gəlməz, küçə proseslərinin ortaya çıxmasında bunda axtaracaq. Ona görə də bizim istədiyimiz odur ki, siyasi mübarizə
parlament müstəvisinə köçülsün, siyasətin formalaşmasında siyasi partiyalar önə çıxsın, artıq 2-3 məmurun, 5 məmurun müəyyən elədiyi siyasi fantaziyası ilə müəyyən olunan siyasi kurs Azərbaycan cəmiyyəti üçün müəyyən mənfi nəticələr doğurmasın. Bu baxımdan hesab edirəm, ağıl ağıldan üstündür və bu müzakirələr, bu deyək ki, rolun artması bununla bağlıdır. Ona görə parlamentdə nə olardı ki, bir 10-15 nəfəri müxalifət fraksiyası olardı, onsuz da bütün səs çoxluğu ilə iqtidar partiyası aparır məsələn. İstənilən məsələni qəbul edə bilir, amma heç olmasa bir demokratik görüntü üçün bu olmalıdır. Və bu yoxdursa, biz sabahları yəni kənara çıxanda deyə bilmirik ki, biz bütövlükdə demokratik dəyərlərə sahib çıxırıq. Budur bizim dediyimiz. Yoxsa biz hakimiyyət bizə verilsin, müxalifətin əlində olsun deyə iddia eləmirik ki. Söhbət ondan gedir ki, parlamentin səlahiyyətinin artırılmasından da mövcud reallıqda demokratik institutları təsis eləməkdən söhbət. Müxalifətin aldığı səslər əgər təsbit olunsa, ehtiyac yoxdur bir çox məsələdə. Çox problemlər həll olar. Təşəkkür ederim. Buyurun Nazım. Mən hesab edirəm ki, Bu sahətini istifadə eləmək istəmirsə, onun problemi taş qanunla bağlı deyil. mən hesab edirəm ki, burada mənim həmkarlarım çox yerli olaraq məsələ qaldırırlar və təbii ki, onların Milli Məclisdə fəal mövqeyi hamı tərəfindən qeyd olunur, o cümlədən bizim tərəfimizdən də. Sadəcə olaraq mən bir şey xatırlatmaq istəyirəm. Ölkə başçısı and içmə mərasimində də qeyd etdi və vətəndaş cəmiyyətinin formalaşmasında, yeni bir siyasi mədəniyyətin formalaşmasında son prezident seçkiləri böyük bir siqnal idi. O cümlədən prezident seçkisinə qatılmış ki, burada iştirak edən bizim həmkarımız çox gözəl mövqedən çıxış edildilər və vətəndaş cəmiyyətinin qurulması institutunu daha da inkişaf elətdirmək baxımından mən də hesab edirəm ki, parlamentdə müzakirələr olunması və hətta komissiyaların formalaşmasında konstruktiv müxalifətin iştirakı çox vacib məsələdir. Mən həmkarlarımın hər birini, burada iştirak edənlərin qiymətinin verilməsinin də tərəfdarıyam. Təbii ki, bu ölkə başçısı bir siqnal olaraq bunu qeyd etdi, ancaq sonra bunun davamı, yəqin ki, biz gözləyirik, ümidlərimiz var ki, bunun davamı olacaq. Və ümid edirəm ki, siyasi mübarizəni biz parlamentin öz içərisində aparmalıyıq. Mən bu fikirlə razıyam. Ancaq yenə deyirəm, bizim parlamentimiz o parlamentdir ki, cəmiyyətimiz hansı cəmiyyətdir? Biz ayrıcı olaraq parlamentin hansı bir siyasi mədəniyyətin lap yüksək forması kimi biz qiymətləndirə bilmərik. Çünki coğrafi məkanımız və inkişaf tempimiz, yerləşdiyimiz mühit bu imkanı yaradıb, bugün biz bundan yararlanmalıyıq və bunu təbii ki, millət vəkilləri olaraq biz səlahiyyətlərimizin artırılmasında yox, cəmiyyətimizin ümumi inkişafında görürəm. Konstitusiya islahatlara üzr istəyirəm, bağışlayın sözü kəsdim, amma ölkədə ciddi pənah bayaq dedi, mən fikrimi tamamlamadım. 2007-ci ilin sentyabrında şəxsən bizim partiya, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası konstitusiyaya əlavə və dəyişikliklər layihəsi təqdim elədi. Və orada əsas nə göstərilirdi? Birinci növbədə çox partiyalı sistemi inkişaf elətdirmək. Yəni, proporsional seçki sistemi bərpa olunmalıdır. Azərbaycanda çox partiyalı sistem inkişaf eləməlidir. Azərbaycanda hal-hazırda proseslər ona gedir ki, biz tək partiyalı sistemə gedirik. Və nə qədər ki, çox partiyalı sistem ayaq üstündə dayanmayıb, bir partiya nəzarət edir həm parlamentə, həm prezident. O halda sözsüz ki, qanunverici orqana nə qədər konstitusiyaya səlahiyyət verirsən ver, o partiya maraqları müəyyən mənada önə çəkiləcək və parlament öz səlahiyyətlərindən istifadə eləməyəcək. Bunun üçün mütləq konstitusiya islahatları daha geniş aparılmalıydı və orada da çox partiyalı sistem, proporsional seçki sistemi bərpa olunmalıydı və hökuməti də parlament seçkilərində qalib gəlmiş partiya formalaşdırmalıydı. Mən bir misal çəkim, bizim tamaşaçılar üçün də aydın olsun, elə bizim bu auditoriyada əyləşənlər üçün də. Bir dəfə ANS televiziyası ilə mən bir naziri dəvət eləmişlər. Televiziya baxırdım, ona sual verdilər ki, siz bir ildir nazirsiniz də, işlər necə gedir? Dedi, mən yavaş-yavaş işin içinə girə bilirəm. Bu deyir, bəlkə nazir vəzifəsi bu tələbə olmaq deməkdir, bu öyrənmək üçün nazir təyin olunur insan. Halbuki nazir orada oturub, gəlib öz proqramı ilə müəyyən siyasəti həyata keçirməlidir, siyasəti müəyyənləşdirməlidir. Niyə, məsəl üçün, bu nazir? Sonra mən fikirləşdim ki, bu nazir kimdir və bu nazir təsadüfdən bir mağaza müdürüdür, birdən-birə tutaq ki, qoyulub nazir. Deməli,
HCAP-ın siyasi rəhbərliyində təmsil olunmur. Buna görə əgər çox partiyalı sistem olacaqsa və hökumət parlamentdə formalaşdırılacaqsa, ən azından bir partiyada siyasi bir yol keçmiş, təcrübə toplamış insanlar siyasi hakimiyyətdə hökumətin formalaşdırılmasında iştirak edəcəklər. Yoxsa hansısa bir dediyim kimi də şirkət rəhbəri, mağaza müdürü, kənar adamlar bu cür formada hökumətdə yer ala bilməyəcəklər. Bax, bu da siyasi mədəniyyətin artmasına gətirib çıxacaq. Hal-hazırda bizim cəmiyyətin, tam məsuliyyətlə deyirəm, indi kim, bu mənim şəxsi fikrimdir, bizim cəmiyyətin ciddi dəyişiklik etmək gücü, enerjisi yoxdur. Bu, ümid qalıb bir də Azərbaycan Respublikasının prezidentinə. Əgər o yuxarıdan, Toxçı Pyotr kimi, başqa vaxtilə dövlət başçıları olmuş şəxslər kimi, liderlər kimi, yuxarıdan islahatlar yolu ilə bizim cəmiyyətimizi sürətli inkişaf yoluna keçirəcəksə, keçirəcək. Keçirməyəcəksə, nə parlamentin, nə siyasi partiyaların, nə başqa qurumların belə bir cəmiyyəti yeni mərhələyə keçirmək gücü yoxdur. Bu tamamilə razı olmadığımız bir məqamdır. Azərbaycan xalqının kifayət qədər gücü vardır, amma boyunduruq çox ağırdır. Bu boyunduruqdan qurtarmaq lazımdır. Güclü xalqın boyunduruq vurmaq mümkün bu və ya digər səbəblər xalqın burada heç bir günahı yoxdur. Bir daha təkrar edirəm, günah iktidardadır və müxalifətdə hətta mən burada qeyd edirəm ki, çox zəiflik və acizlik nümayiş elətdirməməlidir. Mən burada hətta, bilmirəm, indi Nazım müəllim də deyir, YAF-ı da müdafiə eləmək istəyirəm. Hakimiyyətin idarəsində heç YAF-ın da heç bir rolu yoxdur. Yəni Azərbaycan Partiyasının kifayət qədər mütəxəssislər var. Mən görürəm, demək, orada Milli Məclisdə müşahidə edirəm. O sizin dediyiniz oliqarx dırnaq arasında, çünki oliqarx biraz daha yaşayır. O, bu və ya digər mağaza və ya sair, deyək ki, pul qazanmış müəyyən pullu adamlar əslində idarəçiliyə cəlb olunurlar. Ən böyük bəyalardan həqiqətində biri bundan ibarətdir. Yoxsa Azərbaycan tək partiyalara getmir, Azərbaycan partiyasızlığa gedir. O baxımdan da yekunlaşdırıram, siz fikriniz deyək. O baxımdan təkrar edirəm, Azərbaycan xalqı inşallah ki, bax, mən çox demirəm, ən yaxın illərdə elə 1900 demək o 80-ci illərin, sonu 90-cı illərin əvvəllərində olduğu kimi 2010-cu ildə də öz iradəsini, öz gücünü, qüdrətini ortaya qoyacaqdır. Onda baxarsan, görərsən kimdədir güc qüdrət. Mən əslində hörmətli həmkarlarımızın parlamentdə rolunu qiymətləndirirdim. Mən bilmədim qüdrət sizə dedi ki, sağ-sağsızdır. Mənim sözümü niyə kəsdi? Ancaq mən fikrimi tamamlamağa imkan verilmədi. Biz parlamentin rolundan cəmiyyətin idarə olunmasından danışırıq. Təbii ki... Siz dediniz ki, parlament bizim cəmiyyətimiz kimidir. Yəni cəmiyyətimiz... Tamamilə doğrudur. Sadəcə olaraq bir fikrə mən münasibətimi bildirim ki, biz həmişə xalqla görüşəndə də seçicilər hamısı deyir, biz öz deputatımızı tanımalıyıq. Majoritar sistemin üstünlüyü də ondan ibarət idi ki, təbii bu insanlar və hakimiyyət arasında körpü rolunu oynaya biləcək adamı o insanlar tanısınlar. Ancaq mən o fikrinə tam razıyam ki, cəmiyyətimiz inkişaf etdikcə, yəni Avropa dəyərlərinə biz həqiqətən keçdikcə, təbii ki, siyasi partiyaların rolu artmalıdır. Və rolunun artırılması üçün hər bir şərait var. Mən hesab etmirəm ki, dövlət televiziyasında çıxış etməməklə hansısa bir informasiya blokadasına düşürlər müxalif partiyalar. Sadəcə olaraq bugünkü informasiya bolluğu həm interneti, həm digər mətbu orqanlar onlara imkan yaradır öz fəaliyyətləri haqqında seçicilərinə tam təfsilatlarla informasiya verə bilsinlər. O baxımdan mən hörmətli həmkarlarımın Milli Məclisdə fəaliyyətinə çox böyük dəyərlə burada qeyd elədim və gələcəkdə onların həm komissiya sədrləri, həm komissiya sədrlərinin müavinlərinin olması etibarı ilə parlamentin idarə olunmasında da mən hər üç şəxsi görürəm. Təşəkkür edirəm. Xatırladım ki, efirdə daha doğrusu tok şousuydu. Sağ olun.